Əli Ədalətli təqdim edir. Hər vaxtınız xeyir, əziz dostlar, əziz meyxana sevənlər. Yenə də mən Əli Ədalətli, çəkişlərim davam edir. Bu günləri Kürdaxanadayam, bəli, Kürdaxanada bu gözəl məkandayam. Və əlbəttə ki, bu məkana gəlməkdə məqsədim var. Dəyərli dostumuz Ramin Müzəkkilin bu günlər övladının toyudur. Həqiqətən də möhtəşəm gündür. Allah mübarək eləsin. İnşallah onun böyük toyunda inşallah çekiş komandamızla inşallah iştirak edək. Bəli, əziz dostlar, dediyim kimi hal-hazırda mən Kürdaxanadayam. Dəyərli qardaşımız Ramin Müzəkkilin balasının toyudur inşallah. Allah razı olsun. İnşallah böyük toyunda. Ramin, xoş gördük səni. Hoş gördük, hoş gəlmisiniz. Allah Sən sən də var eləsin. qrupuna təşəkkür edirəm. Allah sən var eləsin. İnşallah sizin qapılarda xeyir işə gələk. Ramin mədəniyyətli, dəyərli qardaşdır. Həqiqətən söz də sözdür. Meyxanalarını izləyirsiniz həqiqətən də. Ramin, sən bu balalı xoşbəxt olsun. Allah inşallah onu böyük toyunuz qismət eləsin. Allah razı olsun. Allah bütün balları saxlasın. Adı nədir uşağın? Atilla. Atilla, maşallah. Bir evladdır. Bəli, bəli. Allah saxlasın. Allah razı olsun. Allah bütün balları saxlasın. İnşallah ki, bu günləri meydan olacaq. Şair. Fərqli olacaq. Doğrudan. Daha çox fərqli meydan olacaq. İnşallah. İnşallah ki, meyxana tarixinə yazılan bir gün olacaq. Hətta elə. Hətta Yəni elə. iddia böyüdür, görək. Ay maşallah. Dostlar izləyin. İrəliyən dəqiqələrdə qardaşımız Ramin dedi ki, fərqli olacaq. İnşallah. Allah salamat Xoş eləsin. gəlmisiniz bir Var daha. olasın. İzləmədə qalın. Əli Ədalətli kanalına abunə olun. Var olasın qardaşım. Var olasın. Abi külbəni kör qoyub söktülər, Yerdə neçə göydələn dikdilər, Tünellər qazdılar, köprü çəkdilər, Şəhər gəlişdilər, cavan Bakılılar, Alı qədim Bakıdan nişan Bakılılar. Hər şeyə rəğmən danışarkən kişi, Ne kebab yandır, ne de yandır şişi, Yazıb yaratmazdı şairin işi, Məndən sizə ərmağan Bakılılar, Canım da qurban sizə can Bakılılar, Canım da qurban sizə can Bakılılar. Allah Ramin qardaşımızın balasını toyunu mübarək eləsin. Allah sizin qapıda gözəl şadlıqlar nəsib eləsin. Əli bizim dostumuzdur, qardaşımızdır. Həmişə onun qulluğundayıq, yanındayıq. Dostlar, deyim ki, mən meyxana xizdarıyam. Həm də meyxanada həm səhvi tapa bilirəm, həm düzü. İllər boyu bu şairin həqiqətən də meyxanasını izləmişəm. Bu sənətinin vurğunuyam. Həqiqətən də qardeşimdir mənim. Qardeş kimi də çox Həmişə sənin qulluğundayım. Sən varsın. Olmuşuq məstuma, yenə gözlərimiz axır, yenə gözlərimiz axır, yenə gözlərimiz axır. Xoş geldin qardaşım. Ya Allah Ali, salamlayıram səni. Allah mübarək eləsin bu məclisi. Amin. Xeyirli uğurlu olsun. Sənin işlərini bəyənirik, Var olasın. sevinirik. Sən apşır olsan. Var olasın. Biz də apşır olun. Bəli, düzdür. Öpürəm səni, var olun. Qulluğunuzda. Var olasın qardaşım. Yoruldayım, göydə yıldırım çatır, göydə yıldırım çatır, göydə yıldırım çatır. Mən özüm sevgilimi axtarıram, seçirəm, mən onun sağlığına hər gecələr içirəm. Mən özüm sevgilimi axtarıram, seçirəm, mən onun sağlığına hər gecələr içirəm. Sakit aydınlı gecə, o küçədən keçirəm, görürəm pəncərədən, mənə sevgilim baxır, mənə sevgilim baxır. Qardaşımızı xoş gördük. Bu gözəl qardaş balasının toyunda. Var ola. Var olasın. Təbriklər səndən gəlsin. Allah Allah sağ ol. sən həmişə xoşbəxt eləsin qardaş. Bizim məclislərdə sən Allah səni. Ramin də qardaş inşallah böyük oyunda Allah mübarək eləsin. Nə deyək başqa qardaş? Xoş günlər görsün. Amin. Atasına layiqli evlad olsun inşallah. Amin. Tut bunu. Atas cabra. Mehman gəl bura, Mehman. Hadi cabra. Hadi. Hadi. Allah hoş gördük. Allah. bizi çeksinler. Hoş gördük Aziz. Səni Aşağıdan başla. Allah korusun. Hadi senden başla. Təbriklər. Bağırana təbrik elə. Təbrik edirik Müzəkkil qardaşımızı. Ağzın olsun, balasının böyük toyuna yığışaq. Özü şəxsən öz balasının böyük toyuna eləsin, balasının üstündə olsun, Allah ona can sağlığı versin. Amin Aziz. Mən də təbriklərə qoşuluram. Mən deyirəm ki, oyun olsun sənin bağlamın toyuna gələk. Sənin də. Amin. Allah var versin. Allah səni var Gözəl eləsin. günlərdə görüşəlim. Var olasın. Var olasın. Olmuşuq məstuma, yenə gözlərimiz axır, yenə gözlərimiz axır, yenə gözlərimiz axır. Sanki göy guruldayır, göydə yıldırım çatır, göydə yıldırım çatır, göydə yıldırım çatır. Babək qardaşım xoş gördük. Bu gözəl toyda, şair toyunda.
Allah səni var eləsin. Babək, səndən təbrik eşitmək istərdik. Təbrik edirik. İnşallah gözəl adı var. Atilla. İnşallah adı ilə böyüsün. Bizdə belə bir məsələ var da. Böyük oyuna gələr. İnşallah. Valideynləri, nənəsi, babası, yaxın qohum əqrabaları xeyrin görsünlər övladlarını. Amin, amin inşallah. Babək, yeni şeylərə baxıram, çəkilişlərə baxıram, maşallah. Yəni də səndə də təhqir olmur Allahla danışmaqla, amma tənqidlər olmalıdır. İndi sən də meyxana analiz edirsən də. Son analizlərin kimlərdəndir? Valla səhifəyə girib baxsınlar da, yəni. Bir dənə onu bilsinlər ki, doğru tənqid həmişə inkişafa aparar. Yəni tənqiddə kiməsə, belə deyək də, çəkinəcək bir şey olmamalıdır. Bu qədər. Bir dəfə rəylər yazmışlar ki, mən orada oxuyurdum. Deməli, güya ki, Babək ancaq, məsələn, başı şairlərinin güya ki, tənqid edir, ya səhvlər tutursa, ümumən analiz edir də. Amma mən son ümumən orada baxdım ki, qısa bir sujet təqdim var sənin. Rüfət dostumuz var, Rüfət Dahidən səhv tutmuşsan orada. Yəni ki, harasa bir 20 saniyəlik paylaşımım var da. Yəni o əslində o yazan tamaşaçıya cavab idi ki, yəni mən tək başı şair deyil də, mən Rüfətlərdən də, onların hamısından mən Belə bölgələrə bölməkdən əlavə də, indi məsələn, cəmaat elə görmək istəyir də, yəqin ki də, düşündüyü kimi fikirləşirlər, daha doğrusu görürlər. Rüfətlə düzdür, hamıdan, bütün meyxanaçılardan daha çox Rüfətlə yaxınam, o danılmaz məsələdir. Amma meyxanaçıların elə demək olar 100% ilə bizim salam sağlığımız, münasibətimiz, kimi ilə lap belə hissi münasibət var, kimi ilə normal sadə münasibət var da. Ya o demək deyil ki, bizim onlarla münasibətimiz yoxdur deyə onları tənqid edir. Xeyr, münasibət burada önəmli deyil. Önəmli olan burada sənətin inkişafı üçün nəsə eləməyə çalışır. Amma indi Babək bir dənə söz deyim. Samimi danışıram, bu efirə verəcəm, narahat olma. Amma biraz Orxanın üstünə çox getdin də. Orxan həqiqətən də danılmaz şairdir. Qaldı keçmişdə. Bildim, yəni Orxan danılmaz şairdir. Orxanın zəhməti böyükdür. Yəni onu samimi danışıram da. Orxan hər kəsin sənətdə olduğu besi qədər onun üstünə gedirlər. Yox, onun besi, yəni o dördlük, qızıl dördlük ki var idi. Balıq həmişə başdan ilənər axı. Birinci yuxarıdan tənqid eləməyə başlamaq lazımdır ki, sonunculara gəlsin, sıra çatsın. Amma əlində argument olmalı da, Orxanı tənqid Mənim hər zaman əlimdə argument olub, Orxanı çox vaxtı da tərifləmişəm. Orxanı meyxananın Qalinbageni adlandırmışam, hansı ki Orxan sürətlə meyxana deməkdə Orxanın bir vaxtı, yəni hər hansı bir qapı açılırdı, birinci Orxan dururdu orada, belə deyərlər. İlk olaraq, bəli, kutlada başlayırdı. Kutlada başlayırdı. Mən yaxşı şeylər də demişəm, sadəcə demişəm ki, mənə görə Orxan hələ ki ustad deyil. Mənə görə? Bəli, mənə görə. Hələ də elədir. Amma mənə görə ustaddır. Bu sənin fikrindir. Bəli, əlbəttə ki, sənə görə ustad olmaq, çünki sən xeridar deyilsən, mən Herkesin obyektiv və subyektiv fikirlər var. Bəli. Anladım. Mən xeridaram. Dərin xeridarlar, bu işin lap xırdalığına gedən xeridarlar yəqin ki, mənə başa düşərlər. Sən belə deyək də, meyxana həvəskarı kimi yanaşırsan, mən də Orxanın meyxanalarını sevirəm. Orxanın indi də musiqili meyxanalarını dinləyirəm. Babək, sualı belə qoyum da, Orxan meyxananın sevilməsində rolu var. Əvvəlki, yəni deyək, o meyxana bədiyyə söhbətində, əlbəttə bədiyyəçilərin də rolu var, meyxançıların da rolu var. Yox, sırf Orxandan danışıram. Əlbəttə hamısının rolu var, biraz da Orxanın rolu var da. Hərəsində biraz düşür. O bir cimdikdən Orxana da düşürdü orada. Bu normaldır ki. Məsələn, o dördlü idi, dördlüdə, yəni ki, ən azından mühüm rollardan biri onda oldu, düzdür? Məsələn, musiqili, şirin meyxana, sevgi meyxanaları. Belə deyək, o dördlükdə hər kəsin üstünə pay düşüb, oradan bir pay da Orxana düşür. Bu təbiidir ki. Gözəl, əsas odur ki, mehriban olaq da. Əlbəttə ki. Var olasın Babək. Gözəl təbriklər də gözəl oldu. Bizi belə efirdən görürlər, biraz tənqidi yanaşma eləyən adamlar həmişə sərt üzün görürlər deyə. Yəqin ki, bizi həyatda tanısalar, əlbəttə ki. Bilərlər necə insanlar. Allah sağ olasın Babək. Sağ ol, var ol. Mən sənin toylardan sonra üzbəüz gəlirəm hər zaman. Amma sən mehribansılığın, dostluğun, yoldaşlığın. Kadrları kəsmədən bilirsən, amma danışıqlar tam. O montajera da tapşır. Sonra orası da verəcəm. Olmasa. Allah var eləsin. Seyid, xoş gördük səni. Allah sağ olasın. Gözəl günlərdə, maşallah, dalbada sənə görükür meydanlarda. Allah həmişə xeyir işlər qismət etsin. Xeyir işlər görüşür. Müzəkkiri də təbrik edirəm. Allah balasını xoşbəxt eləsin. Oyun olsun onun böyük oyunda. O Zaharın Şahın oyunda da dedim. Mehribansız gözəl şeydir. Əlbəttə. Valla Allah təkərə bizim cəmaatımıza, bizim elimizə, obamıza ruzu qismət eləsin. Amin. O belə gözəl günlərdə iştirak etməyə hamının imkanı da olsun, vaxtı da olsun. Allah səni də var eləsin. Meyxana ən azından
tanınmağında, yayılmağında sənin vəziyyətin var, Əli. Olasın. Allah sənə qardaşlığından, dostluğundan əsir eləməsin. Fatmaya mənə doğma kənddir. Anlar Allah. Mən 2 il orada vayəvət eləmişəm, işləmişəm. Allah sana sağ olasın. Xoş gəlmişsiniz. Gözümüz üstə yerimiz var. Allah mübarək eləsin. Olasın, sağ ol. Allah xeyir versin. Sağ olasın. Sənin Allah'ın gözəl günündə. Olasın. Allah sağ olasın. Kərbəlayı Ruslanı gördük. Həqiqətən də meyxanada böyük zəhmət olan insanlardan biridir. Xoş gördük səni. Allah səni var eləsin. İstərik ki, elə qardaşımızı sənə təbrik edəsən. Təbrik edirəm. Allah xeyir versin. Burada olan bütün qardaşlarım, balalarım toyuna yığışır. Amin. Olmayanlara qismət olsun. Səni də həmişə toylarda görürük. Amin inşallah. Tedesiniz yoxsa buradasınız, meydandasınız? Toyumuz var. Gedirik ora, inşallah çatdırsa o gəlir inşallah. Allah mübarək eləsin. Bağlı toyunda. Var olasın. Allah canımı sağ olsun. Var olasın. Bütün qapımızda yığışır. Amin. Var olasın. Fariz Maçdağa. Xoş gördük səni. Salamlayıram səni. Canı çək. Xoş gördük qardaşım. Sən həmişə. Salam deyirəm. Xoş gördük. Ulan sən buyur, yaşlı da sən böyüksən. Mən də təbrik edirəm Ramini. Allah onun balasını var eləsin böyük oyunda. Sizə də ki, can sağlığı. Siz orada, biz orada, biz orada, siz orada. Var olasın. Allah sıva eləsin. Allah ruzunuzu bol eləsin. Sağ ol. Hələ mən də. Sən Ramili, mən də Müzəkkiri təbrik edirəm. Allah xoşbəxt eləsin. Balasının inşallah böyük toyuna gəlir. İnşallah nə gözəl arzular var. Kim öz balasına nə arzulayırsa, yəqin ki, özgəsinin də balasına onu əgər ürəyi təmizsə arzulayar. Şu Allah bizi bilənlər bilir. Biz elə istəyirik ki, hamı balası xoşbəxt olsun. Heç kimin ailəsinin xoşbəxtliyində gözləri qalmasın. Allah xoşbəxt eləsin. Bu ailələri Atilla da o ailənin başçılarından olsun. Amin. Amin. Var olasın qardaş. Tamam. Sen eşitliği. Sen de gel bura. Hamıdırlar tamamdan başlayalım. Allah var eləsin. Allah mübarək eləsin. İnşallah böyük toyuna gəlir. Amin inşallah. Belə toylar yaxşıdır, bir-birimizi görürük, həyaladır. Allah hər qapıya nəsib eləsin. Tamam ama son zamanlar yoksan ha bu Biraz meydanlarda. biraz həyatımda baş verən müəyyən hadisələrə görə atam rəhmətə getdi. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah lənnətinə rəhmət eləsin. Amma yenə də şükür Allah'ın bu gününə. Müşkür. Buyur əziz qardaşım. Mən də təbrik edirəm. Allah mübarək eləsin. Gün o gün olsun ki, böyük toyuna gələk. Allah bu dostları, qardaşları Raminin başının üstünə əski eləməsin. Amin. Tək elə hər qapıda toy olsun, şahdlıq olsun. Biz elə dostlar, qardaşlar canla, başla gələ iştirak eləyək. Əli, sənə və sənin komandana da təşəkkür edirəm. Meyxananı işıqlandırırsan. Hamıya yaxşı mənada tanıtdırsan, Allah səni də canı sağ eləsin. Dostluqdan, qardaşlıqdan əksik olma inşallah. Amin. Var olasın qardaş. Allah sıvar eləsin. Allah bizi mehriban etsin. Buyur əziz qardaşım. Allah böyük toy nəsib eləsin inşallah. Amin inşallah. Amin. Yaşar da irəliləyir. Yaşar deməli Bu sezon elə bir Yaşarın sezonudur. Yaşar Zaur'un toyunda bir dənə söz dedi. Son kupletin qulaq asın, dolma məsələsi. Hoşun gəldi o çələ. Dolma mındır. Yaşar maşallah tamam. Ya maşallah, əla, gözəl. İrəliləyir. Allah yolunu açıq eləsin. Bir Yaşara baxıram, bir Tunar Zeyran Matanlı. Tunardır qəşən, sonra 2-3 nəfər var. Kənandır, ağaca Kənandır. Qurban, ha. Çox uşaqlar var. Maşallah. Potensiallı uşaqlar. Etibarlı əllərdir meyxana. Maşallah. Tamam, var olasın. Sən də var eləsin. Allah sıvar eləsin. Allah bizi mehriban eləsin. Sağ ol Ali. Kardeşimizi xoş gördük. Meyxana Plus, dəyərli dostumuz. Meyxana üçün çalışan adamlardan da biridir. Həqiqətən də sevinirik. Meyxana üçün ən azından kimsə bir imzası varsa, hələ hamımızın bir imzası deməkdir. Allah canımı sağ eləsin. Burada sizin montajı ən biri səsləyirəm ki, Mənim danışığımı tutalım. silmə oradan qardaşım, silmə. Problem yaradırsan. Azər Adıçam. Azər, bu salam əmkarıq ya, xəbərin olsun ya. Silmə qardaşım.
Sözlü sözlü qısası. Mən təbrik edirəm Ramin Müzəkkiri. İnşallah oğlum böyük oyuna gəlir. Sən də Allah canını eləsin ki, həmişə gəlsən belə məclislər çəkirsən. Mən 20 il yaxşı çəkə bilmirəm. Təbrim sağ olsun, çatmır. Amma sən hava oldu ki, əgər götür işlər görsən. Bir gəl ki, oturum kadrlar sən nə olmamışsın bura. Ama çəkərdə. Baxmışam orası. Baxıram bu durum. Elə buranın durumu ya. Eyvallah. Şurada xanım möhtəşəm toy. Allah canını sağ eləsin. Allah var olsun. Bugün senin toy günündü, toy günündü. Elimizde toy düğündü, toy düğündü. Bugün senin toy günündü, toy günündü. Elimizde toy düğündü, toy düğündü. Gülürse arzu dile, arzu dile. Atilla sen toy günün mübarek. Gülürse arzu dile, arzu dile. Atilla sen toy günün mübarek. Toy günün, şad günün mübarekti mübarek. Atilla sen toy günün mübarekti mübarek. Mübarek mübarek toy günündü mübarek. Atilla sen toy günün mübarekti mübarek. Yaraşırsan bu cana, bu cana. Kurban olun yaradana, yaradana. Yaraşırsan bu cana, bu cana. Kurban olun yaradana, yaradana. Seninle dünya gülecek, gülecek. Atilla senin toy günün mübarek. Seninle dünya gülecek, gülecek. Atilla senin toy günün mübarek. Toy günün, şad günün mübarekti mübarek. Atilla senin toy günün mübarekti mübarek. Toy günün, şad günün mübarekti mübarek. Sibey senin toy günün mübarekti mübarek. İstemizden geçtik ile, istemizden geçtik ile. Zarafa şirin gele. Biz mehribanayla, işe mehribanayla. Yalın dostlar neye güler. Şehiste bağlar, içeride bildi. Buradan da yaprağın içeride bildi. Salgımı saçağın içeride bildi. Salgımı saçağın içeride bildi. Bu yaşlı ağacın altı bizimdi. 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 Ayrılık düştüm ben yanın yüreğimden. Gülümden, gülümden güneşimden. Ayrılık düştüm ben yanın yüreğimden. Gülümden, gülümden güneşimden. Benim senin ciddi sözümden. Nereden yana son beni. Senin ciddi
Güzel sanatım. Sağ ol, var olasın. Allah mübarək eləsin. Allah nə bilim həmişə bütün qapılardan şadlıq səsi gətirsin. Amin. Amin. Başqa nə deyə bir şair idi. Biz ancaq meyxana ilə deyirik. Sən də İnşallah. yaxşı ki varsan. Vallahi sen kardeşim. Həmişə toyların əziyyətlərini çəkirsən, təmənnasız iştirak edirsən. Vallahi sen. Allah sənin adının sahibinə bağışlasın. Vallahi sen kardeş. Oğlum, çok sağ ol kardeşim. Güzel günlerde görüşelim. İşinizin də Salam Melek'e. Hoş gördük. Meştağalı balası mehman kardeşimdir, değerli dostumdur. Mənim də Meştağıya özü bir evdə çatır da. Allah sana qardaşını Dost əşk olun. eləməsin. Var olasın. Rami qardaşımızı təbrik edirik. Balasını xeyir içirik. O gün olsun ki, böyük oynayır. Allah cəza sağlığı versin. Hoş gördük mənim kardeşimi. Hoş bulduk səni. Mən də səni salamlayıram. Salam. İstəyək salamlayıram. Çox sağ olun. Var olasın. Həqiqətən meyxana üçün belə əziz çəkirsiniz, dəyər verirsiniz. Allah minnətdaram hamınıza, mənim qardaşım. Təbriklər səndən gəlsin mənə. Rami qardaşımızı təbrik edirəm. Rami bizim həqiqətən də illərin dostudur, bizim mərd qardaşımızdır. İnşallah onun balasın böyük oynayır. Amin. Amin. Öpürəm səni. Valla gözəl günlərdə görüşürük. Var olasın. Var olasın. Həmişə toylarda, gözəl günlərdə. Təbrik edirəm mən də Rami qardaşımı. Allah mübarək eləsin. Böyük oyunu görsün inşallah. Bizə xoşdur ki, bugün onun balasının məclisində iştirak edir. Elə səni görmək də xoşdur. Var olasın. Bütün qardaşları görmək də xoşdur. İnşallah böyük oyunda qapılarında inşallah xeyir işlərdə iştirak edir. İnşallah. Təbrik edirəm. Gözəl günlərdə. Hə, xoş gördük sizi Şabranlı balası. Sağ olun. Çox Allah var. Həmişə meydanlarda, həmişə toylarda, həmişə gözəl günlərdə. Səni təbrik edirik inşallah. Allah var eləsin. Təbrik edirəm qardaşımıza. İnşallah gün olsun ki, oğlunu böyük oyuna gələr. Sən də çox sağ ol. Var ol ki, həmişə şairləri belə işıqlandırırsan. Var olasın. Bizi içində fəxrdir və ondan da əlavə ən azından belə bir şairlər çıxır ki, belə sizin əziyyətiniz sayəsində ki, xalq da görür bəgəni, bəngləri, Allah var eləsin. Bu iki gündə mən Qubada məclisi idim. Bu məclisdə vazif bilib, o məclisdən çıxıb Qubadan Bakıya gəldim. Maşallah. Yəni özümə borc bildim. O mənim borcumdur, qardaşlıq borcumdur. Vallahi həmişə gözəl günlərdə. Allah canı sağ ol. Sağ ol. Əsküləyim, əsküləyim, mən də apar sağlara, sağlardadır ürəyim, mən də apar sağlara. Əsküləyim, əsküləyim, mən də apar sağlara, sağlardadır ürəyim, mən də apar bu sağlara. Xoş gördük, dəyərli qardaşım. Sağ ol, Dəyərli insan. Allah səni var eləsin. Çox xoş günlərə görüşək hər zaman. Acaba istərik səni də təbrik edək. Mən də Rami təbrik edirəm. Bugün bildiyimiz kimi onun övladının hürmət toydur. Allahdan arzum budur ki, Rami övladının xoş günlərini görsün hər zaman. Səsi inşallah həmişə ucalardan gəlsin və baxsın, sevinsin ki, mənim bir övladım var. Olmayanlar üçün olsun. Amin. Mən istərdim ki, bir Elsəvənin öz haqqında danışım. Dəyərli qardaş, dəyərli insandır. Mən hər zaman insanlara baxıram da, izləyirəm. En azından bir media adamı olaraq baxıram, bu pisi yaxşına seçə bilirəm. Sən popularlığın ən pik nöqtəsindən çatdın. Yəni də o popularlığın küləyi səni tərk etmədi. Sənin öz mədəniyyətin, dostluğun, insanlığın yerində qaldı. İnsanlar da var ki, ora çatanda bitirirlər özlərini. O deyir ki, adam var ki, pulun küləyinə dözə bilmir, popularlığın da küləyi elədir. Yəni onu dözə bilmirlər. Amma sən həqiqətən də o ən zirvə olduğun anlarda da, yəni də insanlığın, mədəniyyətin öz yerində. Sağ ol, sağ ol. Yəni insan necə olmalıdır? İnsan sadə olmalıdır. Bəli. Allah bizi yaradıb nə üçün ki?
elə sadə olmaqdan ötəri. Yəni bir-birimizi görəndə mehribancasına salam versək, Elədir. o özü böyük bir şeydir. Allah lovğalıqdır, o belə özündən razılıq kimə nə verib? Düz. Dünya ki Süleyman'a qalmayıbsa, bizə də qalmayıb. Var olasın qardaş. Hər zaman zirvələrdə olasın. Allah sənə qorusun. Allah sənə can sağlığı. Öpürəm səni. İnşallah baxımlı olsun. İnşallah var olasın. Sen onlara verdikçe bunaldıklar, onlar diyecek şanını sağlıklar. Sen de diyeceksen ağla dostlarsınız. Allah'a şükür yaxşı ki siz varsınız. Her can söyleyen dost olmaz insana. Her dosttan diyenden dost olmaz insana. Yaşasın yaşlı dostlar, kardeşler. Rahmenin dostları hepsi buyursun meydana. Hem buyursun, ailesi de buyursun. Hamıda eşidirsiniz də mən. Deməli, Zaval Atavanın toyudur, oğlum. Şəmsdən yavram. Deməli, qəşəng meydan başladı, meyxana izləyirəm. Mən həmişə bir xırda olaraq meyxana deyənlərin yaxşı sözünü izləyirəm. O, Yaşar bir dənə qəşəng sözü, doğulmadan bir dənə sözü diqqətlidir. Hoşum gəldi, yaxşı qaldı. Mesela, Culağa gələn Balabey gəldi, o yan bu yan görürüm. Qardeşimiz ilişdi Culağa'ya. Culağa ilişdi. Baxmışsan. Culağa ilə Balabey maşallah. Necə maşallah ne demek? Yəni sıxdılar bana. Maşallah ne demek? Yəni ne demek? Yəni maşallah sən sözün. Mesela mənim var bir dənə. Yəni 50 qəşəng sual verir. orada mənim maraqlı şey, sıxdılar yoxsa yox Murad? Yok. Ay şey yok. Bak düşün hey. Olsa evde bırakırsan. Hakkı diyen adam. Dediler onlar. Culağa sıxdı. Şeydi sıxdı. Valla şu meyhanede hemen söyleyeyim. Elno, səndən də eşitmək istərdim. Sıxdı sıxmadı bir meyxana deyən kimi neçə illərdir. Culağa otdu. O da pişib də şair öşdə. Seyid yani yaxşı dedi. Seyir yaxşı dedi. Culağa da dedi de ama. Seyir, bu ne məsələdir Seyir? Yok kardeşim ben bir de Seyid özü. Seyir, bu da bizi də deməyin hava ki. Vay, YouTube'a ne deyərdin orada? ben sen söz değil. Ama ki dövüş qılağından baxana sən gəlir. Orada elə ürək eləyib onlarla deyibsə, bir dənə də sən bir Esküleyim, esküleyim, beni de yaparsalar. Sağ varmadır üleyim, beni de yaparsalar. Esküleyim, esküleyim, beni de yaparsalar. Sağ varmadır üleyim, beni de yapar uzaklara. Hoş gördük sənə qardaşımız. Qardaşımız Vətən müharibəsi iştirakçısıdır. Qardaşımızdır, fəxrimizdir, canciyərimizdir. Toylarda, tədbirlərdə bir çox üzü öz gəlirik. Allah xoşbəxt eləsin. Çox böyük oyun görsünüz. Hamı şansını verirsin. Sən Allah sağ olasın. Təqdim edirsən burada. Çəkirsən, paylaşırsan. Qəhr edirsən. Var olasın. Diqqətinizə görə çox sağ Allah olun. sənə var olasın. Murad, ay Murad. Murad, gəl bir dənə sən də təbrik edir qardaşımızı. Təbrik edirik. Rahmet. Elə Ariflərimiz adından. İnşallah onlar da verərlər. Təbriklərini müsabətini. Əli, var olasın. Amma sənə incimişəm, qardaş. Boyan verməlisən. YouTube'a verməlisən. Qardaşımız istirahətə gedir, qardaş. Aparmır. Qardaşını aparmır. Amma belə... Murad əydən yeyincidir. Xahiş eləyirəm. YouTube izləyicilərindən buna bir dənə bir yorum. Yox, mənim Abdəlidən çıxır. Sil bildirsinlər kommentariya ilə ki, mən belə qardaşlı olar, qardaş gedir İsraildə, qardaşlı oturub biləcəkdə. Özə Fatimə ilə biləcəyin arası deyim ki, 15 dəqiqə. 15 dəqiqə. İldırım olub gələrəm. Mən düz sözə nə deyim, valla. Mən hala gedim, mən bilmirəm idi. Ələ ədalətli izləyicilər. Ələm yaxşı görürlər. Sizə baxdı. Allah subhanə. Arif dedi elə gururlandıran qardaşlardan biridir. Vətən müharibəsi iştirakçısı. Allah canı sağ olsun. Diqqətlə görə. Allah baş tacıdır. Allah buna övlad versin. Amin, amin. Əmirlərlə onu İnşallah. söyləsin. Ona bir dənə çəkişlər eləyək, patladan olar inşallah. Var olasın, evet. Allah olasın. Hem toylarda, hem güzel günlərdə. Sağ ol. Sənə də təbriklər etmək istərdik. Mən təbrik edirəm Rami qardaşımızın Atilla balasını. Allah xoşbəxt eləsin. O adı ki daşıyır, böyük sərkərdənin adını daşıyır.
Allah qismət eləsin, elə o da öz sahəsində, öz işində, gücündə böyük sərkərdələrdən olsun inşallah. Sənə də təşəkkürümü bildirirəm ki, sən də bizim bu meyxana camiyyəsinin bütün məclislərində iştirak edirsən, gəlirsən, işıqlandırırsan, yayımlayırsan. Allah razı olsun. Biz də sizin inşallah xoş günlərinizdə, balalarımızın xoş günlərində gələk iştirak edəyik inşallah. Allah sağ olasın. Allah sağ olasın. Hoş gördük. Ne desən kardeşim ben? Vallahi sağ ol. Her futbollarda, güzel günlerde sen meydandasan. Allah sağ eləsin. Çəkişəsən. Bəli. Allah sağ eləsin. Təbrik edirik qardaşımızı. Olsun, o böyük oyuna gəlir inşallah. Deməli, mənim bir dənə dayım oğlu var. Olan şey danışıram. Adı Diyardır. Sən izləyicə 100%. Deyir ki, deməli, bu yaxında haradasa 20 günə bir ay toy olmalıdır. Hələ bir ki, onun yaxınının toyudur. O da qohumdur. Sənin o mahnın var, bir dənə YouTube'da. Gecə meyxanələr. Meyxanələr, ay sağ ol. Bu adam az olur aslında. Ya, inşallah kardeşimiz oradadır. Allah sana var olasın. Öpürəm səni qardaş. Gözəl günlər. Allah sana var olasın. Sağ olasın. Səni bir də xoş gördük, əziz qardaşım, var olasın. Həmişə gözəl günlərdə Ramilin dostu. Yaxın dostu, uşaqlıq dostu. Ay maşallah, dostlar əziz olur həmişə. Həmişə gözəl günlərdə, şal günlərdə. Dəftər sənlikdir də. Dəftər məndən oldu. Onda da bizim adımızı yazarsan inşallah ora. İnşallah mütləq o dəftərdə bizi keçirməliyik. Allah sağ var eləsin. Gözəl günlərdə bu diplomatın həmişə dolu olsun. Çox sağ ol. Təbrik edirəm, Allah kömək olsun. Böyük oyundur inşallah. Sevimli xoş gördük qardaşım səni. Var olasan, sənin uzun olmasından, dəyərli qardaşımız. Var olasan. Allah sən var eləsin. Sən də təbii ki, eşitmək istədik. Mən Müzəkkir qardaşımı təbrik edirəm. O gün olsun, balasının böyük oyunda iştirak edək. Amin. Allah o günləri bizə nəsib eləsin. Allah həmişə halal məclislərdə, gözəl məclislərdə iştirak eləməyi bizə nəsib eləsin. Sən dəyərli qardaşsan. Allah sənə çox dəyərli. Allah sizə ömür versin. O gün olsun sənin balon xeyirişində iştirak edək. Sözümün nə məqsədi budur? Siz kimi qardaşlar, bizi kimi qardaşlara dəyər verirsiniz. Var olasınız, işıqlandırırsınız, belə bir məclisləri işıqlandırırsınız. Yəni valla bu özü bir dəyərdir. Çoxları başa düşmür, amma mən başa düşürəm. Var olasın. Öpürəm səni, Allah səni əziz eləsin. Həmişə gözəl işlərə görüşürüz. Amin. Amin. Görəsən dünyaya hoş geldin insan. Görəsən dünyaya hoş geldin insan. Dünyada meşkime, dalmayı beşime. Bu neyin babasıdır ay size vurma. Göresen dünyaya hoş geldin sen. Göresen dünyaya hoş geldin sen. Hoş gördük abi. Salamlarım səni. Allah səni var eləsin. Sağ ol, sağ ol. Zəhmət olmasa istədik ki, təbii istədik. Müzəkkir yaxşı olandır. Yaxşı da meyxana deyil. Yerini də bilən oğlandır. Ona gəlmişəm evladını təbrik edeyim. O gün olsun Allah qismət eləsin evladının böyük toyunu verək. Amin inşallah. Çox mübarək. Allah xeyir versin. Allah mübarək eləsin. Yəni hazırın öyüdü,
duaya mən də amin deyirəm. Allah balasından yarısın. Hər bir valideynin övladı, yəni onun arzusudur, onun gələcəyidir. Qurban Allaha, o da zikr eləyən uşaqdır. İnşallah biz də dua eləyər. İnşallah. Dua eləyərik. Ağsaqqalın əli sənin çiynindədir ya. Çox. Onun elə kölgəsi bizim başımızda Mesela. olsun, məçimiz. Azalar olasın. Allah sana var olasın. Üstüme dünyanı yıkıp gitme. Her döndü gelmem. Eskiden hasretliyim yüreğler gibi. Kapardı her yer. Kapardı çağrılar sevgileyler gibi. Soldu bu sevgi. Payas vakti kazan duran şeyler gibi. Anladı yarım. Değiller ki indi de bir özgen yardım. Aile kurmuş. Sen yaşayır bir kızı bir oğlu da vardı. O sevgiden telefonu bizden alıp birden apardı. Sana Güzel günler qismət eləsin. O indi Zarun balasını koyda dedirsən. Mən o ki, elə meyxan deyənlərin adından sən minnətdarım deyirəm. Bəli, biz uzun illərdir dostuz. Qəbələdə. Kanatda Orada. Allah. 15 il az 15 il var ha. Allah rəşadın qapısını açsın. Xatir eydir ya. Televiziyada işləmirsən, həmişə işıqlandırmırsan bu kişilərin xeyir işlərin, yaxşı işlərin. Allah biz üçün qismət eləməsin. Elə 3 gün olanda sən həmişə orada görmüşük. Allah sana var. Yanımızdasan. Allah səni var eləsin. Orhan bayaqlar sana bunu çəkmişəm. Sağ ol. İzləyəcəksən. Bayaqlar bir çekiş oldu. Deməli, orada çekişdə bildirdim ki, yəni Orhan qardaşımızın zəhmətli meyxanı itirmək olmaz. İnşallah izləyəcəksən sən. Başıma dönərəm. Sən sənətin özün əziyyətini itirməsin Allah. dəyərli oğlansan. Təbrik edirəm. Rahmet də bazavandır, qaqaşımız deyimə. Hoşdur. O da meyxanaya bir rəh qatıb öz tərzində, öz interesini. Yəni onsuz da o dediyi tərz mənə elə gəlir ki, elə bir Bəhri Təbilin biraz müasir formasıdır. Ancaq o da bir rəh qatıb meyxanaya. Allah ömür versin ona, balasını saxlasın. Atası ilə görüşdüm göz ayını. Bizim borcumuz nədir? Bu birliyi, bu vəhdəti saxlayaq. Gənc meyxançılar var. Bu ayaq həz mehmanla orada dərdləşirdim. Mehman ağsaqqal adamdır, qoca kişidir, ona söz yoxdur. Olsa başarmarsa, olanda qədər qocalsa da meymanda taktikalar soxdur. Amma hamımıza bir qardaş kimi, bir dost kimi, elə həm yaşadığımız kimi, nə böyük, nə kiçik, yəni elə həm yaşadığımız kimi, bir qardaşımız kimi məsləhətim odur ki, mehriban olun, səmimi olun. Əsas səmimiyyətdir. Mən bu bütün o zaman meyxanələrinin birinin adını deyərəm, birini demərəm. Vallahi hamısını görəndə də Seyyid Allah şahidir. Neçə dəfə olub dərdləşmişik, səhər zaman oturub çay içmişik. Demişəm ki, həmişə səmimi olun. Mən dərs keçmirəm ha, amma yaşadığımdan deyirəm ki, səmimi olanda hər şey gözəl olur. Allah ruzu da verir, mehribansıdır. Səhnədə qırım da bir-birimə, onsuz da işimizin içində dava var bizim. Davud indiki bəziləri kimi kül qapısına atmaq lazımdır bir-birinə. El futulkasına da atmaq. Ancaq meyxana deyin də, meyxana deyin, yaxşı meyxana deyin. İndi mən demirəm, mən güclü meyxana deyən olmuşam, ancaq bir tikə də olsa nəsə demişəm. Səni güclü meyxana deyən olmuşsan. Amma güclü meyxana deməsəm də həmişə güclü meyxana deyənlərin yanında olmuşam. Onlar bəsən. Və sizə arzulayıram həmişə onu ki, mehriban olun, səmimi olun. Bu sənət gözəl sənətdir və heyifdir. Çox həm xahişim budur zamanlardan, həm də tələbim. Budur ki, bu sənəti qorumaq, saxlamaq lazımdır. Hansı ki, içi mən qarşıq deyirəm, hansı ki, səhvlərə, nöqsanlara biz yol vermişik, o səhvləri eləməyib, sağlam düşüncə ilə, sağlam əqidə ilə bu səhvə yaşamaq lazım. Öpürəm sizi. Allah var edəsin. Amin. İnşallah Allah tezliklə Rəşad qardaşımızın qapısını açsın. Allah Vüqara Aydın'a qəni rəhmət eləsin. Məşəd babaya bir sadıqa, dünyadan keçən ustadların hər birini Allah rəhmət eləsin. Maşallah bu indi bu ev orada gördüm deyəsən, Mircəlal burada da adam o baxanda xatırlayır ki, heç elə bir Məşəd baba dünyadan köçməyib, Allaha şükür. Yəni Mircəlal onun yolunu davam eləyir və eləcə də bütün zamanlara Mircəlal da elə bizim qardaşımız balasıdır. Çox qarşı, hamımızdan xahişim və tələbim budur ki, səmimi və mehriban olun. Allah pulu da yetirəcək. Bir dənə bunu dərk eləsək ki, pulu verən Allahdır, hər şey düzəlir. Yəni qalan şeylər boş şeylərdir. Allah sizə ömür versin, uğurlar arzulayıram. Çox sağ olun. Sən təvəzzükarlıqdan deyirsən bu sözləri. Amma biz sizi
doğrularla deyirsən nöqsanlarımız yox. Elə o nöqsanlarla sevmişik. Meyxana sizə görə sevmişik. Allah sizə ömür versin ki, siz yaşadıqca da meyxana yaşayıb Allah sizə. Sənin balonun toyu möhtəşəm keçdi. Allah razı olsun. Amma sənin üçün də inşallah təbriki ver. Rami qardaşımı təbrik edirəm. Rami çoxdan azarlı olandı. Allah ona can səbirdadır. Ha, mikrofon işləyir. Rami xətir mənə üçün əzizdir. Həqiqətən həmişə böyükçüsü yerində. Həm də ki maşallah olsun. İstedadı yerində. Allah gələcəyin gözəl olsun. Allah evladını sağlasın. Amin. Ne bileyim, hoş günler mahalleye nasip olsun, bizlere nasip olsun. Ve devam edelim. Təbrik edirik. Allah belə gözəl günləri bütün bu dostların, qardaşların hamısının evində qismət eləsin. Əli sən də Allah bağlarını saxlasın. İnşallah var balalar. Bəli. Onların məclisində, onların gözəl günlərində qardaşın qulluğumuzda. Sən maşallah neçə illər ya bu sənətdəsən, amma bir arada getdin də. Küstürmüşlər ama qayıtmaq lazım meydana. Olasın. Allah səni var etsin. Sağ ol. Tərlan Maşlağa. Salam əleykum. Xoş gəldin. Neysən? Ya Allah. Xoş gəldin. Hələ tələbəsi ilə yan yana. Xoş gəldin. Tərlanca. Neysən qardaşım? Çox sağ ol. Sən necəsən? Həmişə şadlıqlarda, xoş günlərdə olsun inşallah. Sənin təbrik eşitmək istərdik. Allah var eləsin. Allah mübarək eləsin inşallah. Cəmi qapılara, toylara, şadlıqlara gələk. Gəlib səninlə necə deyərlər. Elə hər toyda görək səni sevirik. Allah var eləsin. Allah canımı sağ eləsin. Maşallah sən də toylarda möhtəşəmsən ha. Allah var eləsin. Deyirəm Çox sən. sağ ol mənim qardaşım. Bunlar nə edir? Heç nə qan edir. Qan edir maşallah. Bunlar buyur sən də təbriklər elə. Mən də təbrik edirəm qardaşımızın babasını böyük toyunda inşallah. İnşallah. Sağ olasın. Allah var eləsin. Kömək olsun. Bu yaxında dəyişməsini gördüm. Sən nə ediyorsa bir daha Aynen de değil. Evet sen. Olmadı ki. Cevap bu. Ustad şəraiti yaratdı. Var olasın. Allah gözəl. Bunları izləyirəm. Kənanı izləyirəm. Bir də ki Yaşardır. Yaşar olmalı. Yaşar. Amma o gənc. Sonra bir dənə də balaca gənc sənə deyirdi. Bax onu da baxmışdım. Məhəmməd. Doğrudan sağ ol. Allah sizə sağ ol ya maşallah. Tələbədir ya. Doğrudan. Məhəmməd maşallahlıdır. Məhəmməd sənə salamlayıram buradan. Xoş gördük səni də. Məhəmməd də maşallah möhtəşəm. 13 yaşı var. Bu da vaxt yanıma gəldi. 13 yaşım var idi məndə. Ha bunu. İndi o da 2 il Allah qoysun. Maşallah əcdaha üçün. İnşallah. Amin gəldi. Necə sən mənim qardaşım? Sən qapı xeyir işlərə gəldin mənim qardaşım. Var ol. Allah mübarək eləsin. Reportajımı bölmədim. Ya süper. Sən gəlmə fərqli qatar. Allah var olsun. Sənin varlığın elə bizə. Çox sağ ol. Var ol əzizim. Allah razı olsun. Var olasın. Amin inşallah neçə dəqiqə sonra meyxana başlayar. Qardaşım indi bir dənə sizə buradan qısa bir dənə ipucu verim. İndi bir dənə rep başlayacaq sonra meyxana. Rep. Çünki bayaqları Tərlan abi dedi ki, elə bir mən dəyişmə qabağımız san yoxdur. Özüm də gecikdim ki, görüm kim çıxacaq qabağıma. Kreslolar hazırlanır, pegəsi olacaq. Günlərdə mindən biri mən yolumu tapacam, anacan narahat olma balacam. Böyüyəcək sən atacan əldə edib miras buraxanacan. Yol vermə harda harcan sola məndə acam, yalnız sevginə möhtacam. Ermitajam mən 3 milyon eksponatla, komanda gəzir tavanla, qalxıb kanatla. Çatladılar barmaq ucu, varmaq üçün emarlarına. Oysa bıraxmadı yanına, çünki aşıq idi mehmanlarına. Mən varacam düzgünə görünüb, güzgüdən qoparacam. Fanidən, itmədən. Əmin xoş gördük. Bu gözəl məkan, Kürdaxana gəldiksə, bu gözəl məkan Əminindir. Yəni özümüzündür. Allah var eləsin. Hər zaman gözəl günlər keçirsin burada Əmin. Allah sənə can sağlığı versin. Nafiq Əminə hər zaman demək olar ki, danışırıq, mehribançılığımız var. Allah onu qorusun, Allah ömür versin. Həm xoş gördük səni. İstərik səni təbrik edək. Allah Raminin də balasını xoşbaxt olsun. O günlər olsun ki, inşallah böyük oyunu görək. Amin. Hər zaman da qulluğunuzdayam. Var olasın. Hər kəsin qulluğunda. Allah sənə var eləsin. Əmin xoş günlərə gələk. Çox sağ ol. Var olasın. Allah sənə var eləsin. Meyxana tərdi, meyxana sözdü, meyxana səsdi, replədi bəs. Repdə də təm var, repdə də söz var, repdə də səs var, bilir hər kəs.
Təb Allahındır, söz Allahındır, səs Allahındır, sən də elə. Meyxana deyirəm, rap bitirsə, mən də edərdim. Deyənə qədər gəl belə bacarırsan, sən də elə. Yaşadan yaşadır düz sənəti, bacarmasan tərgis sənəti. Meyxana söz rap sözdür deməli, bu sənətin adı var söz sənəti. Xuseylə Vahid Hüseyin Dərya, Rəşadla Pasteur sayıldı əla. Pünhan ekspert birliyi vardı, dəniz müzəkkiri hələ gəlir ardı. Hər ikisi birdir, yanaşma fərdi, rapində sözdür döyüşmə dərdi. Meyxana meydanı deyişmələrdi, meyxanalarda əhsən rapdə tutarlı sözlərə perfect var. Gəlsinə həm kəllə-kəlləyə çatacaq növbəti proyek var. Abdülmaziyə respekt var, tarixə yazılıb Ağa Səlim Ustad. Keçmişin axtar meyxananın, söz ədəbi ilə, öz ədəbi ilə şərəf ordeni var meyxananın. Milli qəhrəman şəhiddir büssün, yaşayır Çingiz Mustafayev. Azərbaycan rapinin təməlin daşıyır Çingiz Mustafayev. Komment yazırlar, bu söz yığınıdır, sənətin danışır sözə nə gərək. Və ya bu kimdir, tanımadım özünüzü tanıyın, bizə nə gərək. Səhvi görmür, düzü görmür, gezi görmür, tezi görmür, soxunun gözü görmür və cəhənnəm bizi görmür. Deməli o adamlar sözü dərk eləmir, sözü görmür. Rapində əzəli tarixi vardı, şahidi vardı. Buna rap demirəm, bu əruz vəznidir, şahı vüqardır. İpə düzürəm sözləri mirvari, şair vari. 2 ildir söz xiridarlarına yenili eləyirəm səncir vari. Müzəkkir hər dəfə fərqli fikirlə söz çıxarır, layihələr tez-tez çıxarır. Məni zərrə qədər bəyənməyənlər vecmə deyil, varlığım onsuz göz çıxarır. Mən sözü sözdən düzgün seçirəm, fikir qatıb dadlandırıram. Yazanda baş sındırmıram, ancaq deyəndə çox baş yandırıram. Söz nədir, heyecan nədir, misra nədir, dərk elə misradakı məna nədir. Müzəkkirin fikri dahiya nədir, desəm ərəbcən deməyin a nədir. Zikri sıxanı eşqi və şükranədir, söz ali nemətdir və şahanədir. Söz özü söz bətninə dürdanədir, meyxana dərvişlərə nişanədir. Bir qolu rəb, bir qolu meyxanədir, fərq eləmir xanə həmin xanədir. Xanənə daxmanədə kaşanədir, səmti onun bərrü biyabanədir. Sözlə biyaban fəramuşxanədir, baxma kənardan demə fərzanədir. Bu söhbəti salmamışam maraldan, Hoşum gəlir bura gələn qonaqdan. Oturmuşam gözləyirəm bayaqdan, oturmuşam gözləyirəm bayaqdan. Sual verən sualını tapmayıb elə, sual verən sualını tapmayıb elə. Sual verən sualını tapmayıb elə, sual verən sualını tapmayıb elə. Sual verən sualını tapmayıb elə. Mehman budur gəlir mənim istəyir, mən bilirəm gecəyini gündüz deyib. 7 dəqiqədir mənimlə söz deyib. İtini bağlı kamalını tapmayıb elə, İtini bağlı kamalını tapmayıb elə. Sual verən sualını tapmayıb elə, sual verən sualını tapmayıb elə. Siz mənə meydanda avaz vermişsiniz, çox da verməmişsiniz ki az vermişsiniz. Amirciyə o qədər zakaz vermişsiniz. Oyuna qarışıb kanalını tapmayıb elə, oyuna qarışıb kanalını tapmayıb elə. Sual verən sualını tapmayıb elə, sual verən sualını tapmayıb elə. Bir gün varlı bir gün yoxsul olur bu, amma əsas Allaha qul olur bu. 40 ildir sənətlə məşğul olur bu, məsələsinin misalını tapmayıb elə, məsələsinin misalını tapmayıb elə. Sual verən sualını tapmayıb elə, sual verən sualını tapmayıb elə. Düşürdüm bura bizim məhləyə, bu kimdir ki mənlə çıxıb səhnəyə. Maşına binib çatsa yalan Mirzəyə, düzülü gəlib çatar avam Mirzəyə. Maşında az pedalını tapmayıb elə,
az pedalını tap meyveler. Meyxananın şairidir et mehman, meyxananın şairidir bu mehman, bu meclisin dairidir bu mehman, bu sənətin nadiridir bu mehman. 6 ildir maralını tap meyveler, 6 ildir maralını tap, maralını tap meyveler. Mən bilirəm sənə çoxun azdı da, yəqin ağa etməz etirazını da. Çünki yazan belə yazıbdı yazını da, maşına minib hətta tapıb qazını da. Yolunu magistralını tap meyvələr, yolunu magistralını tap meyvələr. Onlar magistralda çox sürüblər, Aydını meydanda həmişə görüblər. Ne istəyib geydirməsin veriblər, heç neyin orijinalını tapmayıblər, heç neyin orijinalını tapmayıblər. Sual verən sualını tapmayıblər. Aydın olub bir dənə xırdalanda, rəhmətli idi bir dənə xırqalanda, bu fırlanıb ömrü boyu dalanda, 10 dəfədir kuru eləyir tükanda. Kalpasanın halalını tapmayıblər, Kalpasanın halalını tapmayıblər. Mən dediyim gərəkdir öz adıma, mən Aydının çaşım bugün dadıma. O Aydını yaxşı saldın yadıma, heç kim onun medalını tapmayıblər. Yaxçı qafiyələr qurmuşam, kim vurubdu sözdən onu vurmuşam, məni saşanı sözlə uydurmuşam. İtirib şərqi şimalını tapmayıblər, İtirib şərqi şimalını tapmayıblər. Ağa kalbasan halalını alıbdı, oruç tutubdur namazını qılıbdı, məzhəb söhbətində çaşıb qalıbdı. Ağa hara qoysun alını tapmayıblər, ağa hara qoysun alını tapmayıblər. Herkesin olsun gərək ihtiyacı. Ağam verzi 50 deyir, 100 deyir, 100 deyir, otur yerimi görməyirsən düz deyir, Digirin var, pul var, ələm göz deyir. Yetim balası bu alını tapmayıblər, yetim balası bu alını tapmayıblər. Sual verən sualını tapmayıblər, sual verən sualını tapmayıblər. Yetim balası böyür ayağa əsasda, gərək olasan hayata ixtisasda. Aydın Bakıya gəlir biznes klasda, aeroportun azalını tapmayıblər, aeroportun azalını tapmayıblər. Bunlar bizlə deyib güləndən sonra, dərdlərini bizlə böləndən sonra, rəhmətlik Aydın öləndən sonra, meyxana öz finalını tapmayıblər, meyxana öz finalını tapmayıblər. Əli Ədalətli təqdim edir.